O sizə sevgililer günündə sevdiyiniz telefonu hədiyyə edəndə siz də bu tort ilə ona təşəkkür edərsiniz. İlk öncə biskviti bişirdim, resept səhifədə var. Daha sonra tortun içərisi üçün krem hazırladım qatlaşdırılmış süddən və yağdan. Və başladım tortu yığmağa. Arasına banan da düzdüm. Bu ikili çox dadlı olur. Tortu yığdıqdan sonra bir kənara qoyuram və başlayıram üzəri üçün krem hazırlamağa. Bunun üçün mənə krem pendir, şəkər pudrası və qaymaq lazımdır. Kremi yaxşıca qarışdırıb hazırlayıram. Onu qeyd edim ki, mən bütün sifarişlərimdə bu kremdən istifadə edirəm. Krem hazır olduqdan sonra tortun üzərinə incə bir lay çəkirəm. Stricə büküb, üzərindən də tort qəlbini taxıb göndərirəm soyuducuya. Kremin qalan hissəsinə narıncı qida boyası əlavə edirəm və yaxşıca qarışdırıram. Kremin yarısını krem torbasına əlavə edib tortun üzərini düzləşdirmək üçün ayırıram. Kremin digər yarısını da iki hissəyə bölüb tortun üzərinin bəzəyi üçün ayırıram. Daha sonra tortu soyuducudan çıxardıram və üzərini bu şəkildə kvadrat çəkib iki yan-yana olan hissəni kəsib torta ürək forması verirəm. Və başlayıram tortun üzərini düzləşdirməyə. Yeni başlayanlar üçün bu biraz çətin və səbir tələb edən bir prosesdir. Əgər nəsə alınmırsa, soyuducuya göndərin, özünüzdə biraz dincəlin, daha sonra davam edin. Üzərini də eyni qayda ilə düzləşdirirəm və başlayıram tortu bəzəməyə. Qeyd edim ki, hazırlayacağımız dekor üçün tortun ideal vəziyyətdə düzləşdirilməsi önəmli deyil. Tortu bəzəyib bitirdikdən sonra üzərinə içərisi üçün istifadə etdiyim kremdən yazı yazıram. Və tortumuz artıq hazırdır. Ümid edirəm bəyəndiniz. Sonda onu qeyd etmək istəyirəm ki, əgər sevdiyiniz sağlamdırsa və yanınızdadırsa, bu artıq özü çox böyük bir hədiyyədir. İzlədiyiniz üçün təşəkkür edirəm.